Mövzu ilə bağlı bir kənd sakininə yaxınlaşacağam. Salam əleykum ağsaqqal, necəsiz? Özünüzü təqdim edin, bax tamaşaçılarımız da sizi tanısın. Çox sağ olun. Cəfərov Əmir müəllim, riyaziyyat müəllimiyəm. Bu il 41 il, Allah qoysa 41-ci il işləyəcəm. 41-ci il. Ay maşallah, onda belə deyək də, müharibə başlayır da, belə deyək. 41, hə? Allah uzaq olasın. Yox, belə deyək də, sənət müharibəsi deyək də buna biz. Hə. Buyurun. Müəllim, necədir adınızı? Əmir müəllim. Əmir müəllim. Hörmətli tamaşaçılar, siz görürsünüz ki, mən nə vaxt gedirəm, yaxınlaşıram kənd sakinləri, mənim bəxtimdən ya müəllim çıxır, ya nə bilim, hansısa bir vəzifənin sahibi çıxır. Bu gün Əmir müəllim də, mən ümumiyyətlə də deyirəm ki, həm söhbətlərimə biraz səmimi, bizim verilişimiz ümumiyyətlə səmimiyyət üzərində qurulub da. Mən həmişə istəyirəm ki, dayı deyim, baba deyim, ağsaqqal deyim. Müəllim çıxanda mən belə deyim də, dilim dodağım quruyla, ancaq müəllim deyirəm. Olar mən sizə bir... Yox, mən o müəllimlərdən doğru qorxma, qurulmasın. Olar sizə bir elə ağsaqqal üçün müraciət edim. Hə. Buyurun. Ağsaqqal, bax, özünüzü təqdim elədiniz. Ümumiyyətlə, kənd haqqında, kəndin tarixi haqqında, bax, nə məlumatlar verirsiniz? Onları, nələri bizim tamaşaçılarımızla bölüşə bilərsiniz? Vallahi bizim kəndin tarixi haqqında əvvəllər bir versiya vardı, sonradan mən, yəni 69-70-ci illərdə Gəncə İnstitutunda, Gəncə Pedaqoji İnstitutunda oxuyanda, orada biz Qoçaman müəllim vardı, Kəramət Tağıyev. O Kəramət Tağıyev bizim 18-ci əsrdə çap olunmuş ensiklopediyadan bizim kəndin tarixi haqqında çox müfəssəl məlumat verdi. Həmin ensiklopediya 18-ci əsrdə çap olunub, bizim əlifbanla deyil, əski əlifbanla, o vaxtı çap olunmuş əlifbanla. Deməli, o belə bir məlumat verdi ki, sonradan bu öz təsdiqini başqa sahələrdə tapdıq, təkcə ondan, o məlumatla yox, sonradan tapdıq. Deməli, araşdırmalar göstərdi ki, həqiqətən də o məlumat düzgün məlumatdır. Hörmətli tamaşaçılar, kənd ərazisini gəzirik, gəzintimiz davam eləyir. Hər dəfə olduğu kimi, hər bir kəndin rəsmi məlumatlarını almaq üçün kənd rəsmilərinə müraciət edirəm. Bu dəfə də kəndin rəsmilərindən biri olan Gündüz müəllim axtarıb tapdım. Gündüz müəllim, salam əleykum. Necəsiniz? Çox sağ olun, siz necəsiniz? Biz də yaxşı. Gündüz müəllim, kəndiniz haqqında danışın. Kəndin əhalisi nə qədərdir? Təsərrüfatlar nə qədərdir? Əhalinin əsas məşğuliyyəti nələrdir? Bizim kəndin 1600 əhalisi var, 400-dən yuxarı təsərrüfatdır. Kəndin əsas məşğuliyyəti kənd təsərrüfatıdır, maldarçılıq, əkinçilik, meyvəçilikdir. Gördüyünüz kimi bizim kənddə ən dilbər göşələrdən birində yerləşir. Yəni, üç tərəfi dağla əhatə olunub, aşağı hissəsi meşə ilə, turizm üçün ən yüksək potensial olan bir kənddir. Kəndimizdə görünən kəndə nə bələdçi, görürsünüz, hər bir şey səliqalı, rəhbərliyin həmişə diqqəti də olan bir kənddir. Yəni, biz bütün rəhbərliyə öz minnətdarlığımızı bildiririk. Həmişə bizdə qayğı görkəzirlər. Hər bir şeydən razıyıq. Çox yaxşı da kəndimiz var. Buranın gözəl havası var, gözəl təbiəti var, gözəl çayları var. Mənə elə gəlir ki, doğrudan da cənnət deyəndə elə bəlkə bu tip yerləri nəzərdə tuturlar. Yəni, hörmət tamaşaçılar, əgər siz bax bu gözəlliyi canlı görmək istəsəniz, mütləq Qəbələnin Həmzəli kəndinə gəlin və doğrudan da sözün elə əsl mənasında heç peşman olmayacaqsınız. İnanın mənə. Gündüz müəllim, çox sağ olun maraqlı məlumatına görə. Çox sağ olun, hamımızı minnətdarıq. Bütün kəndimiz sizin verilişinizə həmişə baxır və həmişə də razıdırlar. Həm uğurlu olsun verilişiniz, həmişə belə yaxşı işlər çəkəsiniz. Çox sağ olun Gündüz müəllim, minnətdaram. Çox sağ olun. Yer üzündə 13 dənə Həmzəli kəndi var. Ondan 7-si Cənubi Azərbaycandadır, 8-i Şimali Azərbaycandadır. Ondan biri də bizim Həmzəli kəndidir. İndi bu kəndlərin bəzisində 2 dənədir, üstü yazılışında, bəzisində 1 dənədir. Məsələn, Qusarda var, Şərurda var, Zəngilanda 3 dənəsi, Həndə Zəngilanda 3 dənəsi Zəngilanda var, biri bizimkidir. Deməli, o kəndlərin hamısının maraqlı coğrafi şəraiti var. İndi bunu da nədir deyəcəm mən burada. Bu kəndlərin hamısının bir tərəfi dağa söykənir. Bir tərəfində su var, bir tərəfi çəmənlikdir, düzənlikdir. Bizim kənddə elədir. Mən üzr istəyirəm. Onda belə çıxır ki, bax, bu kəndin, bu Həmzəli kəndləri olan kəndin sakinlərinin eyni kökə məxsuslar. Çünki yaşam tərzini eyni seçiblərsə, mən fikirləşirəm. Ümumiyyətlə, kəndin adının yaranması bir şəxsə məxsusdur. O vaxtı ərəblər 7-8-ci əsrlərdə bu tərəfə
Da gələndə İsrail eləyəcək da. Ərəblər öz xoşuna gəliblər, qılıncdan gəliblər. Onlar gələndə deməli onların Həmzə adlı qoşun başçısı olub. Deməli o vaxtı o xəlifələr tərəfindən bunlara tapşırıqlar olubdu ki, gedib məsələn müəyyən yerdə düşərgə salın. Düşərgə salanda elə yerdə salın ki, gedəndə orada gələcəkdə yaşayış məntəqəsi salmaq mümkün olsun. O cümlədən Həmzə adlı birisi də gəlib bizim bu kəndin yerinə, gəlib burada düşərgə salıb. 5 gün qalıb, 10 gün qalıb, 15 gün qalıb, 20 gün qalıb, onun mənası da dəqiq bilən yoxdur çünki yazılmamış tarixdə o. Gedəndə çadırları söhməmiş gediblər. Deməli, səhərsi gündə bu yol üstüdür da, buradan o tərəfdə bir 12-13 kəndimiz var bizim. Bu tərəf Keşmiş rayon mərkəzidir. Keşmiş indi də rayon mərkəzidir. Gedəndə burada cəmaat deyib ki, bu nə çadırdır, bu nə çadırdır. Deməli, o vaxtı indi ərəblər gəlib deyib, ərəbcə danışmaq mod olub da, belə deyək da. Deyiblər Həmzə Leyli. Leyli ərəbcə gecələmək deməkdir. Həmzə Leyli, Həmzə gecələyən yer. Həmzə Leyli, sonradan söz modernizasiya uğrayıb, dəyişkənliyə uğrayıb, indi gəlib olub Həmzəlli. Deməli, bizim kəndin adında 2 dənə lı var. Həmzəlli, Həmzə Leyli sözü, deməli, kökü oradan gəlir. Bu da hardasa 7-8-ci əsrlərdən başlanmışdı. Məsələn, bizim qəbristanlıqda indi ağaçlarımız var, 1600-1700 yaşı olan həmişə yaşıl ağaçlardır. Bunlara qara cöhrə deyirlər, nadir ağaçlardır, dünyada heç yerdə yoxdur. Bir 68-ci ildə Erməyə jurnalında çıxmışdı ki, bu qara cöhrələrdən Amerikanın Sierra Nevada ştatında var. Həmin ağaçlar, deməli, orada qəbristanlıqdır, kompakt şəkildə. Oradan kənarda heç yanda bitmir. Aparıb dağda da əkirlər. Onun xüsusi zadı var, nədir? Növü deyək də, meyvə gətirir. Amma başqa yerdə əkilir, məsələn, başqa yerdə əkilir, bitir, o meyvəni vermir. Amma orada meyvə verir, qara çöhrə. İndi gedəndə Allah qoysa, çəkər su, çəkər. Üzr istəyirəm, o ağacın meyvəsi yeməlidir yoxsa? Hə, təxminən dekabr, noyabr ayından sonra yeməli olur. Zoğala oxşayan meyvəsi var, qırmızı turş. Təzyiqin bir nömrəli dərmanıdır. Təzyiqin bir nömrəli dərmanıdır. Turş. Dediyim odur ki, deməli kəndin tarixi 7-8-ci əsrlərə gedib çıxır. 7-8-ci əsrlərdən oradan bu tərəfə götürülübdür. Amma oradakı ağaçların 1500, 1600, 1200 yaşı olan ağaçlar var. Deməli belə çıxır ki, əvvəlcədən də burada yaşayış məskəni olubdur. Nəsə olub, amma indi adı indiki addır, Həmzəlidir. Sonradan formalaşma bu cürə gedibdir. Asaka, bax, tarix haqqında ümumi belə gözəl məlumat verdiniz. İnandırımsınız ki, qısa zaman kəsiyində bu cür ətraflı məlumat verməniz heç belə sözün düzün deyim gözləmirdim. Mən belə bildim ki, indi qısa konkret nəsə deyəcəksiniz, amma çox sağ olun. Hörmətli tamaşaçılar, kənd ərazisini gəzirəm. Doğrudan da kəndin möhtəşəm təbiəti var. Çox möhtəşəm bir təbiətdir və bu təbiətdə gəzmək, istirahət eləmək doğrudan da insana zövq verir. Nəinki mənə zövq verir, maşallah, kəndin cavan uşaqları. Salam aleyküm, necəsiz? Gəlin də bura. Ya Allah! Necəsən? Sən mən qaldırmaq istəyirsən? Niyə qaldırsan məni? Gəlin siz düşün aşağı. Gəlin, Allah! Burada deyəsən istirahət edirsiniz. Adı nədir? Rıza. Rıza, sənin? İzzət. İzzət. Sən mahnı oxumağı xoşlayırsan, 100%. Sən adın? Orxan. Sultan. Mənim qardaşımdır bu. Sultan mənim qardaşımdır. Sən adın? Həsən. Həsən. Həsən Elmanla qardaş olacaq olsa. Hə, Rıza, neçənci sinifdə oxusan? 8-ci sinifə keçdim. 8-ə keçdin. Maşallah. Sən? 3-ə. 3-ə keçdin. Şeir bilirsən? Bəli. De görüm İzzət. Ey vətən, ana vətən, heyranam sənə vətən. Dupduru göllərim var, yamyaşıl çöllərim var. Dərələrim dərindir. Həyəcanlanma. Dərələrin dərindir, yayaqların sənindir. Nə gözəldir qucağın, doğma odun ocağın. Gəhlərin gül çiçəkdir, şəhərlərin göyçəkdir. Nə gözəldir. Ya, həyəcanlanma. Sultan, sən neçənci sinifdə oxusan? Mən 7-yə keçirəm. 7-yə keçirsən. Bəli.
Sən şeir bilirsən? Bəli. De gəl. Bir dənə danışım. Bir yadva sal, yadva sal. Həyecanlanma. Çalsan dəstədə. Əlaçıyam. Əlaçsan, sübut elə. Yadıma salmış şey. İzzət mahnı bilirsən? Yox, niyə? Bilmirəm. Sən bilməlisən axı. Mən elə balacayam. Niyə balacasan, maşallah. Hə, Sultan, de gəlsin. Üç rəngli bayrağın gözümün işığısan, azadlıq günəşindən doğan göy qurşağısan. Üstündəki ay ulduz gəlir mənim xoşuma. Ay üzüyə bənzəyir, ulduz onun qaşına. Üç rəngli bayraq bizə təsəllidir, dayaqdır. Yolumuzun üstünə işıq saçan mayaqdır. Maşallah, maşallah Sultan. Əla. Sizin özünüz bu kənd haqqında ümumiyyətlə bax nə deyərsiniz? Ümumiyyətlə bu kəndin özünün əhalisi haqqında hər halda soruşursunuz. Spesifik xüsusiyyətləri var bu kəndin, çox maraqlı. Məsələn, bu ətraf kəndlər arasında deyirlər ki, pulu qazananda bumlu kimi qazanasan, xəşləyəndə həmzəli kimi xəşləyəsən. Biz çox qənaətçil cəmaatıq. Çox qənaətçil cəmaatıq. Deməli, bu bizim cəmaatın spesifik xüsusiyyətidir. Bir şey deyim ki, məsələn, bizim kəndə 2012-ci ilin siyahıya almasına görə 324 təsərrüfat var. O 324 təsərrüfatdan cəmi 3 evdə yaşayan adamlar kənardan gəlmələrdir. Qalan hamısı Karenno, yəni bu Həmzəllidən. Əsl bu Həmzəlli. Həmzəllidir, əsl Həmzəlli. Cəmisi 3 ailə kənardan gəlmədə də, bu belə deyək də. Ona görə burada hər şey nətər deyirlər, ölçülüb biçilir, hər şey özümüzə uyğun, öz dəbimizə uyğun. Məsələn, bizim kənddə elə bir adət var ki, Respublikanın qaz o adət yoxdur. Məsələn, sual vermək istədiniz. Yo, buyur, adət. Məsələn, bizdə hüzur yeri düşür. Məsələn, hər yerdə belədir. Gedirsən, gündüz başsağlığı verirsən, gəlirsən. Amma bizdə elə deyil. Bizdə gündüz də gedirsən, buna heç. Amma hər axşam saat imamlar tərəfindən, molla tərəfindən, mollamız da buradadır. Bunun tərəfindən vaxt təyin olunur. Ora aş aparıb gedirik. Və bu aşı heç kəsə demirlər ki, sən bir gün aş pişir, o birisi pişirsin. Bu elə tarazlaşır ki, bu məsələ elə tarazlaşır ki, 5 adama, 4 adama bir qab xörək, plov düşür da orada. Məsələn, gedilir bu topa yeyilir, orada 150 nəfər, 100 nəfər düşməyinə baxır da indi adam olur. Heç vaxtı, məsələn, heç bir kənddə bu xüsusiyyət yoxdur. Amma bizdə o vaxtdan bu vaxta hələ də bu adəti biz saxlamışıq. Bax, bizim kəndə belə adət var. Sonra aş xörək apara bilməyən, xörək aparmayan daha doğrusu. Məsələn, baxıb görür ki, bura lazım deyil. Əlinə 5 kilo qətdən, düyüdən, çaydan ev yiyəsinə köməklik, hüzur sahibinə köməklik. Daha bizdə pul yığmaqla söhbət yoxdur. Məsələn, bax, beləsi xüsusiyyətlərimiz var bizim. Sən hansı idmanla məşğulsan? Mən Güləşdinəm, hələ ki yarışlara qəbul olunmamışam. Allah qoysa bu sentyabrlarda yarışlara qatılacam. Allah qoysa, Sultan idmançı deyil. Hə? Əlaçı da əmsi kimi. Həm də əlaçıdır, gəl idmançı deyil. Yaxşı, sağ olun uşaqlar, sağ olun. TUQ təqdim edir. Yüngül aclığın var? Bəlkə TUQ-dadasan. Biraz duzlu, sobada qızardılmış kreker ağzında əriyir. Aclıqdan dadlı qurtul. Xama və soğanın dadlı qarışığı. Yeni TUQ-da. TUQ hər zaman dadlı, hər zaman yanında. 21 qramlıq TUQ artıq daha sərfəli qiymətə. Diqqət! Bütün uçuşlar təxirə salınır. Shoot for the moon, shoot for the moon, shoot for the moon, shoot for the moon. When you're with me, there's nothing we can't do. Alpen Gold, optimizm sənin əlindədir. Çətin ləkələrə asan həll.
Oğlum borş yeyərkən onu üstünə tökdü. İndi vanişdə bu cür qabarıqlı qapaq var. Vanişi götürürəm, ləkəni onunla sürtürəm və köynəyi paltarı yan maşına qoyuram. Qapağı da həmçinin təzə alınmış kimidir. Ləkələr mənim üçün çoxdan problem deyil. Yeni möcüzə qapaqlı vanişi götürürəm, qapağa tökürəm, qabarığı ilə sürtürəm, paltarı yan maşına qoyuram və vaniş əlavə edirəm. Məndə hər dəfə bu cür nəticə alınır. Vanish Oxy Action. Biz ləkələri ilk yumadan necə çıxarmağı bilirik. Bizi fərqləndirən seçimlərimizdir. Seçimlər həyatımıza yenilik, əyləncə və rəng qatır. Məhz buna görə NAR internet üçün geniş fürsətlər yaradır. 5 turbo internet paketindən özünə uyğun olanı seç. NAR turbo paketləri istədiyini seç. Axır. Axmır. Axır. Axmır. Axır. Axmır. Axır. Nəfis axan kremi ilə eti tutqu. Təbii ki, axır. Stilistlər uzun müddətli güzgü parlaqlığının sirrini bilirlər. Axı onlarda laminasiya üçün peşəkar vasitələr var. Yenilik Siyoz Glossing 10 günədək güzgü parlaqlığı. Salondan sonra olduğu kimi. Ən əsası Siyozu adi mağazadan almaq olar. Yenilik Siyoz Glossing peşəkar parlaqlıq artıq əl çatmaz deyil. Güzgü parlaqlığının fiksasiyası üçün laminasiya effektli Styling Siyoz Glossing tövsiyə edirik. Yeni Dirol X-Fresh qarpızlı buz. Hər dənəsində o qədər qarpız təravəti var ki, sadəcə dadına bax. Dirol X-Fresh qeyri-adi təravət kristallarına malik yeni nəsil saqqızdır. Ünsiyyətin necə rahat olduğunu bütün günü hiss edirsən. Yeni Dirol X-Fresh qarpız təravəti. Qarpızın kristal təravətindən həzz al. Famen Invisible Power. İlk antiperspirator ki 72 saat tər qoxusundan qoruyur, ağ, rəngli və qara geyimlərdə ləkələrdən 3 qat müdafiəni təmin edir. Effektivliyi elmi sınaqlarda sübut olunub. Famen Invisible Power. Hər növ ləkədən ekstremal müdafiə. Batır, çıxar. Batır, çıxar. Lipton paket çay mükəmməl dəmini və dadını daha çox batırıb çıxardıqca verir. Lipton Yellow Label. Ləzzətə dəvət. Qadınlar atmaq istəyir. Çəki atmaq. Doğadan formun yeni çeşidləri ilə mükəmməl bədənə sahib olun. Hər mövsümdə mükəmməl qamət. Doğadan. Oğlum, dur biraz çölə çıx. Hərəkət elə görək. Sonra. Peteto aycıq yelşin. Uşaqlar hərəkətə gəlsin. O eti petito eğlenceye çağırır. O eti petito hoppanır tullanır. Hareket baş bol çiftli eğlence dolu şokolad. Harekete başla Petito ayıcıkla. Hoş gelmişsiniz. Deməli deyirsiniz dəqiqəsi 3 qəpiyadır, əminsiniz? Bəli, 3 qəpiyyədir. Ola bilməz. Bəs ölkə daxili dəqiqə neçə olacaq? 3 qəpiyyədir. Ola bilməz. Bəs digər operatorlara zəng eləyəndə bir dəqiqənin qiyməti neçə olacaq? 3 qəpiyyədir. Ola bilməz. SMS və internet paketləri neçə olacaq? Bahadır. Düzdür? Pulsuzdur. Klas paketinin qiymətinə daxil. Ola bilməz. Bəs neçə aylıq? Həmişə pulsuzdur. Ola bilməz. Ola bilməz. Ola bilər. İndi Class XXL tarifi ilə bütün operatorlarla bir dəqiqəsi cəmi 3 qəpiyə danışacaqsınız. Bu qiymətə pulsuz SMS və internet paketi də həmişə daxildir. Class L, XL, XXL. Baxsel, Ulduzlar Liqasına qoşulun. Belə tarif ola bilməz. İdmanda hər bir nəticə mümkündür. Topazda isə möhtəşəm nəticələr də mümkündür. Məsələn, Topazda mərc edən 2 idman sevərin hər biri 250.000 manat qazanıb. İndi top səndə.
Hər evdar xanım biraz da sehirbaz olmağı arzulayır. Doğmalarını hər gün dadlı yeməklərlə sevindirmək üçün. Mişta Xazayki mayonezi. Xörəklərinizə sehir qatın. Payızın ən hesablı fürsəti. Saliton mağazalarında Beko və Blomberg markalı 9 kiloqramlıq paltaroyan maşın 8 kiloqramlıq paltaroyan maşın qiymətinə. Üstəlik 18 ayədək kredit imkanı. Qənaətli seçimi Salitonla edin. Telefon 180. Saliton mağazalar şəbəkəsi. Mənə sizin söhbətinizin içində ən maraqlı gələn, hörmət tamaşaçılar, mənə elə gəlir sizin üçün də maraqlı gəldi. Deyir pulu bumlular kimi qazan, həmzəllər kimi xərclə. Yəni həmzəllər biraz yəni o pula qənaətçildir. Yəni bir balaca var da, hə? Mən də sizə hörmət tamaşaçılarımız, bax, Ağsaqqalın dediyi kimi, bumlular kimi pul qazandıqları, bunların qazandığı qədər pul həmzəllərin xərclədiyi kimi, belə deyək də, pul xərcləmək arzuluyuram. Müəllim, təşəkkür edirik. Bax, çox gözəl həmsöhbət oldunuz. Mən vaxtı burada itirməyim, gedim kəndin digər məkanlarında gəzim, tamaşaçılarımıza göstərim. Hörmət tamaşaçılar, hal-hazırda Həmzəli kəndinin ərazisi ilə gəzirəm. Kənd belə deyim də, enişli, yoxuşlu yolları çoxdur. Gözəl də havası var, belə maraqlıdır. Mənim diqqətimi çəkən bir ağac vardı. Bu ağacın üstündə belə kirpiyə oxşamış belə qozalar var. Mən dedim ki, görəsən nə bitkisidir. Sən demə, bu mənim ən çox xoşladığım şabalıd bitkisi. Bir də düşüb yerə. Bax o. Fıso, bunu çək. Buna bax. Deməli, tamaşaçılar, bax bu gördüyünüz şabalıd ağacıdır. Şabalıd ağacının üzərində olan bax belə qozalar var ki, deməli bunu ağacla çırpırlar yerə, sonra yerdə bunu belə əzib, içindən şabalıdları çıxardırlar. Bax. Mən sözün düzü birinci dəfədir bunu görürəm, hörmət tamaşaçılar. Görənlər görüb, aha burada bir dənə də var. Onu da deyim ki, çox təhlükəlidir, hər an adamın əlinə bata bilər. Bax, bunu sizin tamaşaçıların yanında, bax, bunu əzəcəm, Üsal. Sənə də verəcəm, narahat olma. Deməli, ayağınla belə eləyirsən. Amma nə badə əyəxyalın bunu eləyəsiz. Onun tikanları adamı... Uydu. Aha, bax buradadır. Bax, görürsünüz. Şabalıdlar. Bir dəqiqə göstərəcəm. Bax. Şabalıd bunun içindədir. İndi çalışıb mən bunu bunun içindən çıxartmalıyam. Görüm nətər çıxardacağam. Bu əziyyətiymiş ki, mən deyirəm bu şabaludun qiyməti niyə belə bahadır. Bunun içindən çıxartmaq özü xeyli vaxt çəkir. Deyəm mikrofonu qoyum bir tərəfə. Hörmət tamaşaçılar, bax mən hal-hazırda Həmzəli kəndinin ərazisində gəzirəm. Bayaq Əmir müəllimin dediyi ağac var idi, qara çöhrə ağacı. Bax həmin o ağac bu ağacdır. Bu ağacların 1000-dən yuxarı yaşı var. Ümumiyyətlə mən bu ağac haqqında birinci dəfə də eşitdim və eşitdiyimə görə bu ağacın bitkiləri də olur. Və burada qədim bir pir var, Şıx Baba piri. Bax bu haqda da burada bir qardaş durub, o qardaşla tanış olaq. Salam əleykum. Necəsiz? Özünüzü təqdim eləyin. Adım Paşayev Qismət Qudrətoğlu. Hörmət tamaşaçılar, kənd ərazisini gəzirəm və mənim diqqətimi cəlb eləyən musiqi sədaları deyil, xeyr. Musiqi sədaları eşidilmir. Amma kifayət qədər bir insan toplusu var ki, onların səsləri gəlir. Yəni görünür ki, məclisdir. Məclisdə səs, aləm, dünya aləm qarşı bir-birinə. Görünür ya xeyir işdir, ya ad günüdür,
bilmirəm nədir. Gəlin özümüz yaxından tanış olacaq, görəcək nə baş verir. Salam aleyküm. Adınız nədir? Adım Ağəlidir. Ağəli müəllim, çox gözəl. Nə baş verir burada? Nə səsküy, maşallah. Burada gələn bazar günü qızım köçür. Burada da qızımın parça məclisidir yəni. Parça məclisi? Bəli, parça. Parça məclisi niyə? Parça kəsi deyirlər də yəni buna. Cəmaat da çağırırıq, yığırıq hamısını, məsələn, yeməklər bişirir, hamıya yemək də verilir, paylanır. Cəmaat da durur, nəmərini salır, çıxır, gedir. Yəni bu belədir, dədə-babadan bizə adət belədir. Toy adətləri, çox gözəl. Musiqi olacaq? Musiqi olacaq, saat 5-də gəldi muzikantlar. Yox, indi demək qonaqlarınız gəldi, yeyirlər, içirlər, axşam da musiqi. 5-də də musiqi başlayır, 5-də. 5-dən saat 12-yə qədər gecə. Və bu bunun bir semboludur ki, keçmişdə demək bizim kəndimizdə yaşayan babalarımız qəbirstanlığa bu cür dəyər veriblər və ora ağaclıq salıblar, orada ağac əkiblər. Və bu ağaclıq qəbirstanlığın sahəsində əkilibdir. Yəni qəbirstanlıq olubdur ki, burada ağaclıq əkilibdir. Və bu tarixlə gedəndə Şıx baban da heç şübhəsiz ki, səbəbkar olub ki, burada qəbirstanlıq salınıbdır. Aydındır. Deməli, mən tarixlə biz gedəndə hardasa mən bayaq qeyd elədiyimiz kimi İslamın tarixinə çox yaxınlaşır. Buna görə biz deyirik ki, İslamiyyətdə də dini təbliğ eləməkdən ötəri dünyanın bir çox yerlərinə sahabələr, tabiinlər gəlibdir. Ola dəqiq tarixi barəsində, kəsin tarixi barəsində heç bir məlumat ya arxivdə, heç bir yanda yoxdur. Sadəcə biz bayaq qeyd elədiyimiz kimi, demək ki, bu ağacların tarixi bizə məlumdur ki, bu ağaclar hardasa 1500-1300 il bundan əvvəl əkilən ağaclardır. Bu ağaclar da bura, yəni boş yerə əkilən ağaclar deyil, demək əcdadlarımız İslamiyyətdə də var, qəbirstanlıqlara ağaclar əkiblər. Sizin adınız nədir? Var. Deyə görün, deyə görün. Aybəniz. Aybəniz xanım, çox gözəl. Yaşca deyirsən, ən böyüksüz. Şəhəl. Toy adətlərindən danışır. Burada toy adətləri necə olur? Mən nə deyim ki, toy adətləri budur ki, nə bilim, oğlan öyə gəlir, qazan aşdı olur, nə bilim, güzgü gəlir, nə bilim, belə də. Güzgü, yəni nə vaxt gəlir güzgü? Güzgü oğlan öyə gələndə, maşınlar içəri girəndə. Güzgü gəldi. Bugün gələcək? Güzgü qutardı. Qutardı. Gecə qalmış. Gec qalmış. Televizorda baxarsan mən. bu ağacların yaşı ilə uyğun olaraq bu kəndin yaşı 1500 ilə yaxın. Bəli. Mən təşəkkür edirəm bizə verdiyiniz bu dəyərli məlumatlara görə. Minnətdarıq, çox sağ olun. Sağ olun. Biz də sizdən sağ olun. razıyıq. Allah razı olsun sizdən. Faiq əmi, qazan açdı, oldu, olmadı. Hər şey oldu. Olub. Bizim adətimiz şənlikdə olmalıdır. Yaxşı oldu. Qazan açdı. Əsas yaxşıdır ki, 2 dənə gənclər xoşbaxt olsun. Valideynlərin gözü aydın olsun, öz balalarının bəhrəsini görürlər, qonluqları axıra kimi şirin olsun. Neçə ildir bu sənətlə məşğul olsun? Hardasa bir 20 il var. Deyirlər, yeməklər ümumiyyətlə kişi əlini sevir. Düz deyirlər onu. Qadınların işim qırağa qoymayaq da. Amma mən sizə bir dənə söz deyim. Dünyanın ən bahalı restoranlarında görürsən ki, povarlar kişilərdir. Düz deyirəm. Bəli. Burada kişilər də var, qadınların baş ağrımızı vermişdir. Bax. Yeməkdə yağında bişir. Qazanda qoyun soyutmamız idi. Sən qutarım. Biraz qalıb. Faiqəmi, gəl bura, ay Faiqəm. İzah elə, bunun bişirilmə prosesi, qaydası necə olur? Nədən başlayırsan, harada bitir? Əti doğrayırsan, tökürsən qazana, onu yaxşı kəpinin zadını alıb, sonra seçib, suyunu ayırırsan, əti götürürsən. Sonra bunun soğanı var, qəşəng soğanda, soğanı qoğurursan yağın içində, müəyyən rənglərini verirsən. Ondan sonra onun içində turşusu var, şabaldı var, hamısı ola bişəndən sonra əsas şabaldı. Olan hamısını yağdan keçirirsən. Sonra hissiz ona vurursan, qarışdırırsan, olur yemək. Olur yemək, olur.
Çox dadlı, dəhşətli dərəcədə dadlı yemək. Onsuz da burada su yersiniz, dadına baxarsınız, qiymət verərsiniz. Dadına baxmamış buradan gedəndə öyrən. İnşallah, inşallah. Hörmətli tamaşaçılar, bax hal-hazırda Həmzəli kəndinin ərazisində gəzirik. Həmzəli kəndi, 2 dənə L hərfi var sonluqda. Deməli, kənd doğrudan da çox gözəl coğrafi mövqedə yerləşib. Deməli, kəndin harasına baxırsan bir dənə arx axır. Bax, belə çay, xırda çay demək olar, buna arx deyirəm də mən. Bax, göz yaşı kimi dupduru sudur. Aramla içmək istəyir, amma hava soyuq olduğuna görə keşkə o... Günün o qızmar vaxtı buradan keçərdi, bu sulardan içərdi. Amma indi hava sərindir deyən su içməyə də ehtiyacı qalmır. Hörmətli tamaşaçılar, gördüyünüz kimi biz kənddə xeyir işdəyik. Sağımda gəlin atası Ağəli dayıdır, solda bəyin atası. Elman. Elman müəllim. Elman müəllim. Elman müəllim, mənim həmkarım, dostum Elmanın adaşısınız. Buyurun, siz ürək sözlərini deyin. Mən bəy atası, siz dediyiniz kimi bu da gəlinin atasıdır. Burada da bıçaq xeyir işdi, buna parça üzə çıxdı deyirlər. Bəli. Yığılmış o hardasa bir 450 nəfərə yaxın adam var. Şadlıq da keçirdirik. Bax, şadlıq keçirdiniz maşallah, yemək içməkdəki bol. Qazan açdı baş verəndə. Nələr olmuşdu? Çox yer çıxıb. Elman verib o bilər, mən bilmirəm. Vallahi qazan açdı. Yox, adətən, kəndin adəti ilə qazan açdı baş verəndə pulunu nəmərin kim verir? Bəy atası ya gəlin? Mən. Bəy atası. Maşallah. Kimə vermisiniz? Deyəsən, bu uşaqlara veribsə pulu. Yox, bu uşaqlara da vermişəm pul. Orada bir kişi olmalıdır, bir qoca kişi. Pul verər. Elman müəllim, nə qədər pulunuz çıxdı? Vallahi bilmirəm, heç kişiyə nə qədər verdimsə. Təxmini. Hardasa bir 25-dir, nədir belə. Fagəm gələn bölmək o pulu. Sonra? 15 manat bunlar tutub məndən aldılar. Yəni indi qazanların hamısını açdınız da, başqa nəsə, bəlkə samovar açaq. Açıbdır. Açmısınız? Vallahi qazanını da açdırdılar mən. Elman mən görməmişəm mən samovarın açılmağını. Görməmişəm, getdi təzdən açaq onu. Da qazanlarda yemək yoxdur, bildim. Gəlin, gəl. Hamı yer içir, axırda bir dənə ləzzətli dava düşür və salam. Vallahi dava özümüzdən asılıdır, qoymaya da bilərik düşməyə. Ya adətən düşür amma. Adətən düşür, bəli. Davası soyun da ləzzəti yoxdur da. Vay. Sağ ol əziz qardaşım, sağ ol. Mənimdir. Hörmətli tamaşaçılar, çayın hələ rənginə baxın. Mənim indi sizin adaşınız var Elman. Bəli. O da bu çaydan istəyərdi, amma ona verməyəcəm. Çünki o burada yoxdur. Hə, adaşım yoxdur. Hə, adaşınız yoxdur burada. Hə, qoy bir dənə çayın dadına baxın. Konfet də verin də. Sizinki oldu, işte manatlar tutub alacağım ha, onluqları mən də manatları. Hörmətli tamaşaçılar, bax hal-hazırda mən Qəbələ rayonunun, yəni Dilbər güşələrimizdən biri olan Qəbələ rayonunun Həmzəli kəndinin ərazisində gəzirəm. Bax siz özünüz də görürsünüz ki, kəndin yolları doğrudan da enişli yoxuşludur. Biraz çıxıb düşəndə adam əziyyət çəkir. Deməli kənddə mənə dedilər ki, bizim kənddə bir aşıq da var. Yəni bu dağların qoynunda gəlib belə aşıq havası eşitməsən, mənə elə gəlir ki, bir bağlaca nəysə çatışmamazlıq olar da. Mənim fikrimdir bu. Aşığı soruşa dedilər ki, aşığı harda itirsən, orada bir dağın qoynunda bir yeri var, dağın ətəyində. Aşıq elə nə vaxt itirsən, orada taparsan. Mən də gəlirəm, bax sözün düzü bax, bu yollarla fırana, baxın özü də şahidisiniz də, səhərdən kəndi gəzirəm, Rəşaddan da xəbərim yoxdur, bilmirəm hardadır Rəşad, amma bilirəm ki, ac qalmaz. İndi Allah bilə hardasa gedib özünü yemək tapıb və görürəm ki, bax, həmin o aşıq, adını da deməyəcəm, özü təqdim eləyəcək özünü. Burada durub elə bax burada elə sazı ilə zaten ola bilər ki, eşidib ki, biz gəlmişik, ona görə gəlib durub burada, amma özündən soruşacaq hər şey. Salam aşıq. Salam, xoş gəldiniz. Nə var, nə yox? Xoş gəlmisiniz.
Hər birinizi salamlayıram. Bax, belə elə. Bax, mən sənin sazını alıram əlinə. Yox, mənim mikrofonumu niyə alırsan əlinə, qardaş? Və kəndimizə aid elə gözəl bir şeirlə bu məclisimizi açıq elan eləyək. Ay maşallah. Bax, görək də, görək aşıq, görək nə edirsən. Kendilerini yemekten yenen ay var payı. Kendilerini yemekten yenen ay var payı. Kayan içeye çok dağını kar payı. Ay kayan içeye çok dağını karpayı. Ay zaniriyat tüm çemene çarpayı. Ay zaniriyat tüm çemene çarpayı. Ne yaxşı görüştü ne yaxşı yere. Ölürəm ayda yardın almadı yardın alma çeyran bala. Kəndin hər nemətdən yenə var payı. Qayanın kəkotu dağın qar payı. Hörmətli tamaşaçılar, Həmzəli kəndini gəzirəm. Əgər xatırlayırsınızsa, Şəki rayonunda istənilən yerdə görə bilərsiniz halvaçıları. Halvaçıları gözəl Şəki halvası bişirirlər. Amma mən heç vaxt bilmirdim ki, Qəbələdə də halvaçılar var. Sən demə, adlı, sanlı, peşəkar halvaçılar var ki, qoz halvası hazırlayırlar. Oradan deyilinə görə dəhşətli dərəcədə dadlı bir halvadır. Ona görə axtardım, tapdım o ustalardan birini və gəlin sizi yaxından tanış edin bu insanla. Salam. Deməli bu südlü şokoladlıdır, o biri isə yer fındıqlıdır. Görəsən əl ayaqları da şokoladdandır. Yəqin şokoladdandır. Ayaqqabıları da. Hey, bura bax. Elə bilməyin ki, qulağımız yoxdur deyə heç nə eşitmirik. Məndən olsa ayaqqabılarını yeməzdim. M&M's, onları hər yerdə yemək istəyirsən. Mən bilən şokoladdan deyil. Yenə ishal. Mən elə ilk dəfədən sonra tədbir görürəm. Mən də. Müalicənin tez olması vacibdir. İmmodium qəbul edin. İshal zamanı zərərli maddələrin çoxu ilk dəfədən çıxır. Hər növbəti dəfə isə orqanizm lazımlı maddələri itirir. İmmodium ishal zamanı tövsiyə olunur və lazımlı maddələrin qorunmasına kömək edir. İmmodium ishalı müalicə etmək lazımdır. Aclıq güc gələndə sən o sən deyilsən. Dayanma, Snickers'lə. Dayanma, Snickers'lə. Oo, saçlarını təzə rəngləmisən? Yox, sadəcə mənim sevdiyim rəng indi daha çox qalır. Yeni dayanıqlı krem boya palet duru kerasinlər ilə 50%-ədək daha dolğun və dayanıqlı rəng və göz qamaşdırıcı nəticə. İndi saç boyanızın rəngi həftələr keçdikcə ilk günkü kimi görünəcək. Yenilik, dayanıqlı krem boya palet, Schwarzkopf. Saçlarınız üçün peşəkarların təcrübəsi. Saletondan müəllimlərə özəl fürsət. Yalnız 10 gün müəllimlər günü münasibəti ilə istənilən məişət texnikası və elektronika məhsullarını tək şəxsiyyət vəsiqəsi ilə və ilkin ödənişsiz kreditlə əldə etmə imkanı. Əmək verən müəllimlərimizə ən dəyərli gündə qızıl kart da bizdən hədiyyə. Telefon 180 Saleton mağazalar şəbəkəsi.
Ləkəli pəncərələri yumağın ən yaxşı yolu hansıdır? Bu iş qabıyanla çox yorucudur. Adi şüşə təmizləyiciləri uzun-uzadı sürtmədən xilas etmir. Ondansa spirtli klini sına. Onun fəal köpükləri ləkələrə hopur və asanlıqla yox edir. Sürtmə olmadan tam parlaq parıltılı. Klin, tam parlaq pəncərələr üçün ekspert. Oğlum, dur biraz çölə çıx. Hərəkət elə görək. Sonra. Peteto acıq yelşin. Uşaqlar hərəkətə gəlsin. O Petito əyləncəyə çağırır. O Petito hoppanır, tullanır. Hərəkət baş. Bol cüblü, əyləncə dolu şokolad. Hərəkətə başla Petito ayıcıqla. Qadınlar atmaq istəyir. Çəki atmaq. Doğadan formun yeni çeşidləri ilə mükəmməl bədənə sahib olun. Hər mövsümdə mükəmməl qamət. Doğadan. Rənglərin gözəlliyinə bax. Necə də parlaq və dolğundur. Persil Expert Color Gel ilə onlar olduğu kimi qalır. Ən dərin ləkələr asanlıqla təmizlənir. Adi yucu vasitədən fərqli olaraq rənglər getdikcə solmur və olduğu kimi qalır. Persil məni gizli arzularıma çatdırdı. Persil Expert Color Gel. İndi həm də Vernel'in ətirli təravətini kəşf et. İnsanlar sıfırı niyə sevirlər? Anar və Gülnar üçün sıfır qış keyfi deməkdir. Nigar və Leyla üçün isə formada qalmaq. Cavid sıfırı asan olduğu üçün xoşlayır. Sıfırı hamı sevir. Çünki o daha çox ünsiyyət imkanı verir. Nardan yeni sıfır tarifi. Sadəcə kiçik bağlantı haqqı ödə və 3 dəqiqə pulsuz danış. Tarifə qoşulmaq üçün 0 yaz 777-yə göndər. Biz sıfırı sevirik. Əziz uşaqlar, mən eticilər. Nəfis portağallı jilə, kakao hissəcikləri və ləzzətli peçeni ilə sizi xoşbəxt etməyə gəldim. Eticin, ləzzətli biskvit, portağallı jile və kakao hissəcikləri. Analar etibar edir, uşaqlar ləzzətlə yeyir. Eticin gülsün, uşaqlar gülsün. Payızın ən hesablı fürsəti. Saliton mağazalarında 2 sim kartlı Samsung Galaxy S4 mini mobil telefonu 399 manata. Üstəlik telefon örtüyü hədiyyə. HD qrafik yaddaşlı Toshiba notebooku isə cəmi 444 manata. Üstəlik çanta hədiyyə. Texnologiya dünyasını siz də kəşf edin. Həm nağd, həm də kreditlə Saliton mağazalar şəbəkəsində. Telefon 180. Paltaryuyan maşınım əvvəlki tək işləmir. Onu təzə almışdım və qəfildən səs etməyə, atılıb düşməyə başladı. Nə edim? Əllə yuyum? Səbəb Jotsu'dur. Kalgon ikisi birində istifadə edin. O suyu yumşaldaraq paltaryuyan maşının fəaliyyətini yaxşılaşdırır və sınmanın qarşısını alır. Mətbəxdə paltaryuyan maşın yox, övladınız atılıb düşsün. Kalgon varsa, problem yoxdur. Pus maşına служит долго Kalgon. Necəsiz? Salam aleyküm. Hoş geldiniz. Hoş gününüz olsun. Adınız nədir? Adım Şahdır. Özüm Həmzəliyəm. Həmzəli kəndində yaşayıram. Burada doğulmuşam, burada böyümüşəm. Bu da sənətdir da. Bizim ululardan qalan kəndimizin adına uyğun olaraq bu bir sənətdir. Əcdadı, irsi sənətdir. Boy, bir nəfər də kənd əhalisi gəlir. Gəl qardaş, sən də gəl. Sən hara gedirdin? Sənin yolundan eləyəcəm. Gəl bura, gəl. Necəsən? Mənim həmkarımdır, dostumdur, gözəl qardaşımdır. Sinəsi doludur. Sənət yollarında dözmək çətindir. El obada, toy düyündə, mağarda ələskər tək inci düzmək çətindir. Mühəndis eşqinə, əzminə görə yenilməz bəxt vurur coşqun sellərə. Sərçə də baş vurur dayaz göllərə, dərin dəryalarda üzmək çətindir. Əhməd, bu sənət ki var bir papaq deyil, gündə birisini geyib dolanaq. Sehirli mizrafla quru sim vurmaq, səzi pərdə-pərdə gəzmək çətindir. Eşq olsun aşıq qardaşımıza. Sizlərə salamlar olsun. Həmzəlinin gözəl təbiəti, gözəl insanları, qonaqpərvər, qonaqsevən insanları sizi öz bağrına basır. Yenə deyir,
düşdü xatirimə kəndimiz. Bu yerlərdə səadət var, səadət. Aşıq, sağ ol. Mən sənə imkanım olsaydı, bax belə lap gürültülü alqışlar eləyərdim. Amma imkanım ona çatmır. Amma yenə deyirəm, həqiqi mənadan ürəkdən gələni deyirəm ki, təşəkkür edirəm. Şahtay, keçək əsas mətləbə. Əsas mətləbə bu qoz havasını başlamaq üçün, bax birinci, adi bizim bu pesoğumuzu, şəkər tozumuzu. Bu qaba əlavə edirik. 1 kilo. Bəli, bax, bu da bu. Bu da 1 kilo. Bəli, bunu bura əlavə elədik. İndi ona qənd olmasın deyib, adicə bax bizim limon duzundan atırıq, öz yetərini. Məsələn, mən əlimə atanda bilirəm ki, bu bəsdir. Bu da bunun limon duzu. İndi üstünə su əlavə edirik. Gəl çayını ki, bura. Nə qədər su əlavə edilir? Su indi hər kiloya təxmini 1 stəkan, 2 stəkan. İndi qarışdıranda görərsiniz də, onu mən elə eləyəcəm ki, normada saxlayacağım, siz də baxarsınız. Artıq bu yetərlidir, bu yaxşıdır. Bu oldu bizim, indi biz qoyuruq ocağa, təxmin ocaq deyirik da indi bizdə. Ocaq da qeyri-adi bir ocaqdır, Şahtay. Qeyri-adi bu kömür qabıdır, çox gözəl, təmiz, hissi yoxdur. Neçə ildir istifadə edir? Çox uzun müddətdir. Kəndimizin əksəriyyəti istifadə edir. O cümlədən bu çəkilişlərdə, bu halvanın bişməsində biz burada bundan istifadə edirik. Bunda odun yoxdur, hiss olmur, narahatlıq olmur. Kömürdür, təbii kömür. Yaxşı da dəmi var. İndi bu burada yavaş-yavaş qaynayacaq. Mət hazır olanda sizə mən deyəcəm ki, bu mət hazırdır. Məti götürürük, qozu gətiririk, vururuq ona. Bunda bütün o başdan ayağa gedən prosesi hamı görəcək, hamı biləcək onu. Mənə maraqlıdır, yumurtanın ağını sarısından necə ayıracaqsan? Merhaba. Hörmətli tamaşaçılar, bax yenə biz bu Həmzəli kəndinin ərazisindəyik. Operator Vüsal da ki, maşallah, məndən qabaq açır qapını, gedir oradan ora, oradan ora.
Qapı baxaq görək həyətdə nə var. Baxaq bir dənə boylanım. Başı qaldırsan raqatka ilə vururlar da sən. Səncə nə var Vüsal? Operator bilmir, amma mən bilirəm. Gəlin siz də görəcəksiniz. Arıçı var həyətdə, özdə işləyir, iş başındadır. Hava biraz buludludur. Buludlu havalarda səhv eləmirəmsə, arılar biraz aqressiv olurlar. Özdə bir dənə təsəvvür eləyin. Burada arının üstündə işləmə nə var ki, alma ağacı, özdə səhv eləmirəmsə bu Qızıl Əhməd almasıdır. Əgər səhv eləmirəmsə. Ay salam əleykum. Necəsiz? Vəziyyətiniz necədir? Salam mən sizə verə biləcəm, bilməyəcəm. Necə olar? Arılar saxlayıb əlində deyir, olar. Hara olar? Yox, bunlar belə vəziyyətdə çox. Bir dəqiqə. Hörmət tamaşaçılar, arıların bir dənə səsini sizə eşitdirəcəm, diqqətlə qulaq asın. Arıların səsini də eşitdiniz, deməli bal arısıdır. Sözünüzü təqdim eləyin. Muradov Əfqan. Əfqan. Şahtay. Bəli. Deyirsən hazır. Hazırdır, bəli. Havamız hazırdır. İndi yavaş-yavaş oturan yoldaşlara, burada iştirak edənlərə, özümüzə, hamımıza onun dadına baxıb qiymət vermək lazımdır. Boş işdə, verək də. Buyurun, bu biraz istidir deyib, ələ yapışır. Hörmət tamaşaçılar, doğrudan. Elə bax. Bax. Uzanırsan uzanır. Doğrudan da. Bunun keyfiyyətindən. Dadı möhtəşəmdir. İnandırıram sizi. Və əgər bu halvanın dadına baxmaq istəsəniz mütləq gəlin Şahtayını tapın, xahiş edin. Bizə o halvadan hazırla. Əlinə sağlıq da. Çox sağ olun. Çox sağ olun, var olun. Allah ömür versin. Başla da. Oha. Sağ ol, yaxşı ki yadıma saldın, yoxsa xəyallara dalmışdım ki, mən bu balı necə yeyəcəm, balın dadı necədir. Bax, hörmət tamaşaçılar, gördüyünüz kimi bu şabalıt baldır, hə? Bəli. Çox təəssüf ki, siz bunun dadını görə bilməyəcəksiniz, amma mən bunun indi dadına belə deyim də baxacam. Görün bu necə dadır və sizə mən bunu təqribi tərif eləyəcəm, təqribi ki, yəni siz də nə vaxtsa yolunuz buralara keçərsə, buralardan keçərsə, bax bu Həmzəli kəndində müəllim Əfqan dayının adını soruşursunuz. Gəlirsiniz Əfqan dayının balından alırsınız, aparırsınız, nuşuzandan yeyirsiniz. Əfqan mən bunu biz necə bölək? Bundan bəh. Boy. Balda öyle. Əsl baldır. Deyəm bunu da bir buradan buraya görürüm. Bu nətər? Ha bu qırıldı. Əməlli başlı proses deyə bu balaca hissəsini götürüm. Baxın da özüm bir degustator kimi deyəcəm bu bal şünas kimi. Yəni o qədər arıçıların yanında durmuşam, öyrənmişəm ya bal nədir. Rəşad adını çəkirəm. Bilməm sən kəndin harasındasan. Amma bu günləri sən bu baldan sözün əsl mənasında yemədin, getdin. Sağ ol Əfqan da. Sağ olun. Siz də sağ olun. Çox maraqlıdır, maraqlı peşəniz var. Çox sağ olun ki, yad elədiniz. Sağ ol. Getdi ev sal. Hörmət tamaşaçılar, bu da bugünkü gəzintimizin sonu.
Rəşad, inandırım sən ki, gəzintimiz çox belə yüksək alındı. Bu belə deyək də, faydalı iş əmsalımız yüksək oldu. Mənə elə gəlir, tamaşaçılarımız da yəqin mənlə razılaşırlar. Mən sənə inandırım ki, mən həyatımda ən çox xoşladığım belə deyək də, çərəzlərdən biri də o, belə deyək də, o şabalıddır. Ay, sağ ol. Mən şabalıdın necə bitdiyini, harda bitdiyini, ağaçda bitdiyini, yerdə bitdiyini ümumiyyətlə xəbərim yox idi. Elman elə bilirdi. Şabalı Davudda istehsal olunur. Sən demə. Ağacda bitirmiş. Ağacda bitirdi. Özdə kirpi oxşayır bir növ. Mən onları da gördüm. Rəşad, yəni çox şeylər gördük. Ümumiyyətlə kənd haqqında tanış olduq. Tamaşaçılarımız da bunun şahidi oldular. Belə deyək də, sağollaşaq ki, gələn verilişdə salamlaşmaq üçün. Sağ olun. Hörmətli tamaşaçılar, biz getdik. Növbəti kəndimizdə görüşənədək.